ailə qurulur, 2 nəfər bir-birini sevir, kifayət eləmir? Xeyr, kifayət eləmir. Bəs nə təklif edirsən? Yaxşı bir təklifim var. Bütün dünyanın insanlarına, burada oturan insanlara. Yaxşı təklifim nədən ibarətdir? Ailə qurularkən hər iki tərəfin müştərək bir sevgisi olsun, hər iki tərəf birini sevsin, onun eşqi ilə ailə qursunlar. Və bu olur tamamilə fərqli bir ailə modeli. Hər ikisinin müştərək bir məşuqu, sevgilisi, istəklisi olsun, onun üçün evlənsinlər. O müştərək eşq bunları birləşdirsin. Amma o müştərək eşq onların ikisindən də özlərinə daha mehriban biri olsun. Onları daha çox sevən biri olsun. İkisini də sevsin və ikisi də onu sevsin. O bir nəfəri sevsin. Allah'a deyirsən, təbii ki, mənim işim burada oturub Allah'a təbliğ eləməkdir. Amma kör-köranə yox. Çalışıram bu Allah eşqini əsaslandırım. 2 nəfər